Gördüğünüz bu ərazi demək Sopsan boyaları. Bax, bura zavodudur. Demək bir dəfə burada bir neçə əvvəl çəkiliş aparmışdı və bunlar axıdılan, yəni zərərli maddə, zəhərli deyə də belə bu gölə axıdılan. Bunu indi turba ilə uzadıb gətiriblər və hal-hazırda görürsüz gölün ortasında və belə turbanı suyun içindən gətiriblər və içərdən qaynayır ki, yəni bu bilinməsin. Bax, fikir verin, başqa bir yerdən də demək artıq burada görsənir. Baxın, demək bunlar gətirirlər və buradan uzadırlar. Güya ki, bunların burada şambo qazıblar. Amma elə deyil, bu gözdən pərdə asmaq üçündür. Fikir verin. Və gətirirlər bura. Buradan da demək istifadə edirlər, motorla vururlar və bütün çirkavı hamısını gətirirlər, tökürlər gölə. Və göldə də hal-hazırda bax, görün quşlar məskən salır və ətrafda hamısı evlərdir. Baxın, bax, gölün içərisində hal-hazırda bax, görürsünüz quşları, bax, quşlar məskən salıblar. Yəni hamısı da bu yəqin ki, hər halda zərərli maddələr, kimyavi maddələr salır. Baxın, gölün içərisində qaynamıyor. Həmin turbanın gedib gölün içərisindən çıxan hissəsi də bax, qaynayır orada. Araşdırmaya tez olur.